Salam dəyərli müəllimlər. Bugün mən sizinlə təhsilin formaları, təhsil alma formaları, təhsil iştirakçılarının hüquq və vəzifələri haqqında məlumat verəcəm. Gəlin əvvəlcə baxaq görək. Təhsil qanunu deyirik. Təhsil qanunu nədir? Müəllimlər, təhsil qanunu hər bir vətəndaşın bildiyimiz kimi təhsil almaq hüququ var. Təhsildə hər bir vətəndaşın təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Və bu sistemə də, təhsil sisteminə dövlət tərəfindən nəzarət olunur. Fərqi yoxdur, maddi vəziyyətindən asılı olmayaraq hər bir şagirdin təhsil almasına dövlət zəmanət verir. Təhsilini davam etdirməsinə dövlət zəmanət verir. Və dövlət minimum təhsil standartlarını müəyyən edir. Bəzən testlərdə bunu maksimum kimi verir. Yəni bu sizi çaşdırmasın. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Təkrar edirik. Təhsil qanunu nədən ibarətdir? Hər bir vətəndaşın təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və təhsil sisteminə dövlət tərəfindən nəzarət olunur. Maddi vəziyyətindən asılı olmayaraq bütün istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir və minimum təhsil standartlarını müəyyən edir. Müəllimlər, gəlin baxaq görək, təhsilin formaları hansılardır? Təhsilin 3 forması var. Baxın. Formal, qeyri-formal və informal. Müəllimlər, formal təhsil dedikdə bu hansı təhsil nəzərdə tutulur? Misal üçün, formal təhsil sonda dövlət sənədinin verilməsi ilə başa çatan bir təhsil formasıdır. Deməli, formal təhsil sonda dövlət sənədinin verilməsi ilə başa çatır. Misal üçün, şagirdlər gedir, 9 il məktəb oxuyur, sonda nə alırlar? Şəhadətnamə alırlar. 11 il məktəb oxuyur, attestat alırlar. Deməli, sonda dövlət sənədi ilə bitirirlər. Misal üçün, universitetdə oxuyurlar, sonda dövlət sənədi alırlar, diplom alırlar. Deməli, bu formal təhsildir. Yəni, rəsmi sənəd əsasında məktəbi bitirirsə, bu formal təhsildir. Bəs qeyri-formal təhsil isə sonda dövlət sənədinin verilməsi ilə başa çatmayan bir təhsil formasıdır. Formal təhsildə dedik ki, sonda dövlət sənədinin verilməsi ilə başa çatır. Qeyri-formal təhsildə dedik ki, sonda dövlət sənədinin verilməsi ilə başa çatmır. Misal üçün, kurslardır, dərnəklərdir, fərdi məşğələlərdir. Misal üçün, mən sizə hazırlıq keçirəm də, sonda sizə dövlət sənədi vermirəm ki, xeyr. Deməli, bu qeyri-formal təhsil hesab olunur. Adi kurslara gedirlər, dərnəklərə gedirlər, fərdi məşğələlərə gedirlər. Burada sizə sonda dövlət sənədi verilirmi? Xeyr. Deməli, bu hansı təhsil oldu? Qeyri-formal təhsil oldu. Müəllimlər, bəs dedik, digər təhsil forması hansıdır? Təbii ki, informal təhsil. İnformal təhsil dedikdə, burada artıq şagird özünü təhsil yolu ilə biliklərə yiyələnməkdir. Deməli, belə deyək, şagird hazırlığa getmir, ancaq özü öz üzərində işləyir, evdə məşğul olur və yaxud da ki, deyək, müəllimlərin işə qəbuluna hazırlaşırsınız. Siz əgər hazırlığa getmirsiniz, kurslara getmirsiniz, yalnız özünüz üzərinizdə işləyərək hazırlaşırsınızsa, bu özünü təhsildir. Yəni, informal təhsildir. Deməli, müəllimlər, təhsilin formaları hansılar oldu? Formal, qeyri-formal, informal. Sonda dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması hansı oldu? Dövlət sənədinin verilməsi ilə başa çatırsa, bu formal təhsildir. Və heç, belə deyək də, kurslar, dərnəklər, bunlar, fərdi məşğələlər, bunlar hansı təhsil formasına aiddir? Təbii ki, qeyri-formal. Yəni, sonda dövlət sənədinin verilməsi ilə başa çatmayan təhsil formasıdır. Bəs özünü biliklərə yiyələnmək dedikdə, bəli, bu zaman biz informal təhsil götürəcəyik. Informal təhsil sonda, belə deyək, özünü təhsil yolu ilə, yəni heç bir hazırlığa, kursa getmir, özünü təhsil yolu ilə öyrənirsə, bu da formal təhsil hesab olunur. Təbii ki, formal təhsil həmin təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Təhsilin formalarını bildik. Formal, qeyri-formal, informal. O təhsilin formalarıdır. Bəs təhsil alma formaları hansılardır? Müəllimlər, təhsil alma formaları, baxın, əyani, qiyabi, distans, sərbəst, fərdi, evdə təhsil və stasionar təhsil. Dedik, təhsil alma formaları hansılar oldu?
Əyani, qiyabi, distant, sərbəst, fərdi, evdə təhsil və stasionar təhsil. Misal üçün, əyani təhsil adından məlumdur. Misal üçün, deyək, 11 il məktəbdə oxuyur, əyani təhsil alır, gedir, hər gün gəlir və yaxud da ki, universitet oxuyur, 4 il universitet oxuyur, əyani dərsə gedib gəlirsə, bu əyani. Qiyabi bilirsiniz də, ildə 2 dəfə və yaxud da ki, hal-hazırda müasir tələblərə uyğun 3 dəfə də təşkil olunur. Deməli, qiyabi təhsil və əyani təhsil. Bizdə Azərbaycanda 2 təhsil alma forması, misal üçün, universitetə gedirik, abituriyentlər belə deyək, bitirir, məktəbi, universitetə iş verirlər. Onlar qəbul olduqdan sonra orada 2 formanı seçə bilirlər, əyani yoxsa qiyabi. Əyani bilirsiniz, hər gün gedib gəlinən, yəni əyanidir. Amma qiyabi, dediyim kimi, qiyabi təhsil ildə 2 və ya 3 dəfə təşkil olunur. Deməli, bizdə 2 təhsil alma formasını seçmək olur universitetə verəndə. Amma, misal üçün, bu xaricdə belə deyil. Xaricdə distant təhsil də var. Misal üçün, bizdə ə-q yazılır, amma onlarda ə-q-d, yəni distant təhsil. Məsafədən də təhsil ala bilərlər. Deyə bilərsiniz ki, distant təhsildə, misal üçün, bizdə COP29 yayılan vaxtında, misal üçün, dedik ki, nə həmin virus yayılan vaxtlarda dedik ki, biz hansı təhsil formasından istifadə etdik. Misal üçün, distant, təbii ki, o bizdə belə deyək də, daimi təhsil alma forması olmadığına görə, biz onu daimi olmadığına görə bizdə o yoxdur da, yəni o müvəqqəti idi. Amma xaricdə bu var. Abituriyentlər qəbul olduqda orada həm əyani, həm qiyabi, həm də distant təhsil alma formalarını seçə bilirlər. Və distant təhsil necə təhsil oldu? Məsafədən təhsil oldu. Bəs sərbəst təhsil alma forması necə bir təhsil alma formasıdır? Müəllimlər, sərbəst təhsil alma forması bilirsiniz nədir? Yəni bu sərbəstdir. Adından məlumdur da. Neçə yaşın olursa olsun, deyək ki, 45, 50 və yaxud da ki, neçə yaşın varsa, sən əgər təhsildən kənarda qalmısansa və attestatın yoxdur və sən attestat almaq istəyirsənsə, bəli, gedirsən, müraciət edirsən, attestat imtahanı verənlərlə birlikdə imtahana girirsən, imtahanda iştirak edirsən və nəticələrinə uyğun attestat alırsan. Bu sənin sərbəst təhsilindir. Yəni təhsildən kənarda qalmısan, yaşından asılı olmayaraq sən bu sənədi ala bilərsən, imtahan verib. Deməli, sərbəst təhsil həm də eksternal təhsil adlanır. Və fərdi təhsil var. Fərdi təhsil necə bir təhsil formasıdır? Fərdi təhsildə müəllimlər təhsildən kənarda qalmış şəxslər üçün nəzərdə tutulub, amma burada məhdudiyyət var, yaş məhdudiyyət var. Məsəl üçün, sərbəst təhsil alma formasında deyirik ki, yaşın fərqi yoxdur, neçə yaş olursa olsun. Neçə yaş olursa olsun, misal üçün, sərbəst təhsildə imtahan verib ala bilirdi. Amma fərdi təhsildə yaş məhdudiyyəti var. Bu necədir? Misal üçün, deyək ki, təhsildən müəyyən bir səbəblərə görə kənarda qalıb, attestatını almayıb, gedir müraciət edir oxuduğu məktəbə, təhsil şöbəsinə. Bunun üçün ayrıca bir sinif təşkil olunur. Yəni, adından məlum olduğu kimi fərdi təhsildir bu. Burada ayrıca bir sinif təşkil olunur. Yalnız həmin şəxsin özü ilə məşğul olunur və o gedir imtahan verir, həmin dövlət sənədini alır. Amma bu dediyim kimi, misal üçün, 25 yaşına qədər şəxslər bundan istifadə edə bilərlər. Bir də müəllimlər, onu qeyd eləmədim. Sərbəst təhsildə həm təhsildən kənarda qalmış, dediyim kimi, şəxslər üçün nəzərdə tutulub, həm də təhsili, misal üçün, belə deyək ki, buraxılış sinifləri 4-cü sinifdir, 9-cu sinif buraxılış 11. Misal üçün, deyək ki, 8-ci sinifdə oxuyur şagird, imtahan verib bir sinif keçmək istəyir, irəli, misal üçün, deyək ki, 8-ci sinifdə oxuyur, 9-cu sinifə keçmək istəyir, bunun üçün imtahan verir. Bu da yenə sərbəst təhsildir. Və yaxud 4-cü sinifdə oxuyur, imtahan verib 5-ci sinifə keçmək istəyir, 1 il irəli getmək istəyir. Bəli, bunu da yenə sərbəst təhsildə mümkündür, təhsil alma formasında. Sonra dedik, digər təhsil alma forması evdə təhsildir. Burada da artıq sağlamlıq imkanı məhdud olan şagirdlər üçün təşkil olunmuş formadır. Deməli, evdə təhsil dedikdə artıq burada müəllimlər gedir şagirdə evdə dərs keçirlər. Bu necədir? Misal üçün, deyək ki, şagird hər hansı bir sağlamlıq imkanından məhduddur. O bir neçə
neçə ay evdə qalacaq xəstəliyindən, sağlamlığından bağlı və bu zaman müəllimlərə ayrıca bir vaxt ayrılır. Həmin müəllimlər gedir evdə ona dərs keçirirlər. Bu da olur evdə təhsil. Və stasionar təhsil alma forması da var ki, stasionar təhsil alma formasından mı artıq deyək ki, şagird sağlamlığı ilə bağlı xəstəxanada yatır. Artıq o 21 gündən artıq orada yatarsa, xəstəxanada qalarsa, onda həmin təhsil xəstəxanada ona davam elətdirilir. Gedir müəllim xəstəxanada ona dərs keçir. Deməli, bu da olacaq stasionar təhsil. Təhsil alma formaları hansılar oldu? Əyani, qiyabi, distant, sərbəst, fərdi, evdə təhsil, stasionar təhsil. Dedik ki, ayrıca sinif ayrılır, dərs təşkil olunur, 25 yaşına qədər məhdudiyyəti var. Bəli, bu olacaq hansı təhsilimiz? Bu olacaq fərdi təhsil alma formamız. Deyək ki, sağlamlıq imkanlarından məhdud olan şagirdlər üçün təşkil olunur. Təbii ki, bu evdə təhsil olacaqdır. 21 gündən artıq xəstəxanada qalarsa, bu olacaq stasionar təhsilimiz. Məsafədən təhsilimiz olacaq distant təhsil alma forması. Qiyabi bildiniz, əyani də yenə izah elədim. İndi isə baxırıq təhsilin pillələri və səviyyələri. Müəllimlər, pillə nədir, səviyyə nədir? Və təhsilin pillələri hansılardır? Müəllimlər, təhsilin pillələri deyəndə məktəbə qədər təhsili götürürük. Ümumi təhsili götürürük. Bircə dəqiqə işarəliyim. Baxın, məktəbə qədər ümumi peşə təhsili, orta ixtisas təhsili və ali təhsil. Deməli, məktəbə qədər təhsil dedikdə bunun səviyyəsi yoxdur. Məktəbə qədər hansıdır? Misal üçün, bağça. Bağçanın səviyyəsi yoxdur. Məktəbə qədər təhsildir. Ümumi təhsil amma, ümumi təhsil, belə deyək də, 9-cu sinifə qədər olan təhsilimiz adlanır ümumi təhsil. Bunun içərisində nə gedir? Bunun yəni səviyyələri var ümumi təhsilin. Hansı səviyyələri var? Məktəbə hazırlıq, ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil. Deməli, ümumi təhsil hansı dövrü əhatə elədi? Məktəbə qədəm qoyduğumuz dövrü, hansı ki 11-ci sinifə qədər. Deməli, ümumi təhsilin səviyyələri hansılar oldu? Məktəbə hazırlıq, yəni bu məktəbə hazırlıq hansıdır? Misal üçün 5 yaşlar üçün novopqalara gedirlər də uşaqlar. Bax, bunlar məktəbə hazırlıq hesab olunur. Sonra gəlir 1-ci, 4-cü siniflər. Bunlar ibtidai təhsil hesab olunur. Bu da səviyyədir. Sonra ümumi orta təhsil dedikdə o 5-9-cu sinifləri əhatə edir. Tam orta təhsil isə 10-11. Bunlar hamısı ümumilikdə birləşərək bir pilləni, yəni ümumi təhsil pilləsini yaradır. Deməli, ümumi təhsil pilləsi sizin məktəbdə oxuduğunuz dövr ümumi təhsil adlanır. Amma onun səviyyələri dediyim kimi məktəbə hazırlıq 0-5 yaşlılardır. İbtidai təhsil 1-ci, 4-cü siniflərdir. Ümumi orta təhsil 5-dən 9-a qədərdir. Orta sözü ortada gələndə səviyyədir. Sonra tam orta təhsil, bu da 10-11-ci sinifləri əhatə eləyir. Sonra dedik, təhsilin pilləsi peşə təhsilidir. Peşə təhsilinin səviyyələri var. İlk peşə, texniki peşə, yüksək peşə. Hər bir vətəndaşın həmin təhsilin, peşə təhsilinin səviyyələri üzrə bir dəfə pulsuz oxuma imkanı var. Texniki peşə, yüksək peşə və ilk peşə. Yüksək peşə hətta tələbələrə subakalavr dərəcəsi də verir. Bunu da nəzərinizə çatdırım. Necə ki, misal üçün, abituriyentlər gedir, kollec oxuyurlar, diploma alanda sonda hansı təhsil alırlar, misal üçün, dərəcəsini alırlar, subakalavr. Eləcə də yüksək peşədə subakalavr dərəcəsini verir. Orta ixtisas təhsili isə bunun səviyyəsi yoxdur. Orta ixtisas təhsili pillədir, onun səviyyəsi yoxdur. Bu da orta ixtisas təhsilini, misal üçün, kollecləri misal gətirə bilərik. Ali təhsil pillədir və onun səviyyələri var. Bunlar hansılardır? Bakalavrat, magistratura, bir də doktorantura. Misal üçün, universitet oxuyurlar, bitirirlər, sonda diplom alırlar. Bu diplomda bakalavrat səviyyəsidir. Bakalavrat səviyyəsindən sonra ikinci bir təhsil, onlar magistratura təhsilini ala bilərlər. Deyək ki, müəllimlik oxumusunuz, bakalavrat diplomunu almışsınız, sonra oxuyursunuz, magistratura diplomunu alırsınız. Amma həkimlər magistratura yox, rezidentura səviyyəsini alırlar. Bir də doktorantura, müəllimlər misal üçün deyək magistraturadan sonra doktoranturanı da oxuya bilirlər. Həkimlərdə isə bu səviyyə adyuntura adlanır. Deməli, sual verəcəm, siz cavablandıracaqsınız.
Peşə təhsili pillədir yoxsa səviyyə? Bəli, pillədir. Peşə təhsili pillədir. Ümumi təhsil pillədir yoxsa səviyyə? Ümumi təhsil pillədir. Ümumi orta təhsil dedikdə o səviyyədir. Orta sözü ortada gələndə səviyyədir. Məktəbə hazırlıq səviyyədir yoxsa pillə? Təbii ki, məktəbə hazırlıq ümumi təhsil pilləsinin səviyyəsidir. Məktəbə qədər təhsil səviyyədir yoxsa pillə? Məktəbə qədər demişdik bağçadır, bağçada pillədir. Onun səviyyəsi yoxdur. Orta ixtisas təhsili səviyyədir yoxsa pillə? Təbii ki, orta ixtisas kolleclərdir. Bunlar pillədir. Onun səviyyəsi yoxdur. Ali təhsil səviyyədir yoxsa pillə? Təbii ki, ali təhsil pillədir və onun səviyyələri var. Bakalavrat, magistratura, doktorantura. Dedik ki, bir müəllim bakalavrat səviyyəsində diplomunu alır, sonra o magistratura və doktorantura səviyyələrinə çata bilər. Amma misal üçün həkim rezidenturanı oxuyur, adyunturanı oxuyur və s. İndi isə mən sizə nələri izah edəcəm? Ümumi təhsil proqramı haqqında sizə məlumat verəcəm. Ümumiyyətlə, ümumi təhsil proqramı deyirik. Misal üçün, ümumi təhsil nə idi? Deyək ki, şagird məktəbə qədəm qoyur 5 yaşdan 11-ci sinifə qədər. Sıfırdan belə deyək, 11-ci sinif daxil olmaqla bu ümumi təhsildir. Həmin bu ümumi təhsil proqramı haqqında sizə məlumat verim. Deməli, ümumi təhsil proqramı səviyyələr üzrə ümumi təhsilin məzmununu müəyyənləşdirir. Deməli, ümumi təhsil proqramı səviyyələrdə hansı səviyyələrdir? Misal üçün, 5 yaşlılar, ibtidai təhsil 1-ci, 4-cü siniflər, sonra 5-9 ümumi orta, sonra tam həmin bu təhsilin məzmununu müəyyənləşdirir həmin proqram. Və ümumi təhsil proqramı ümumi təhsilin dövlət standartlarına, ümumi təhsilin məzmununa dair tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyətinin orqanını müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir. Yəni, həmin bu təhsil proqramı, həmin o standartlardır, məzmundur, hamısı dövlət tərəfindən verilmiş tələblər nəzərə alınmaqla icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Və ümumi təhsil proqramına nələr daxildir, müəllimlər? Ümumi təhsil proqramına fənn üzrə kurikulumlar, dərsdən kənar məşğələlər, məktəbdən kənar təhsil proqramları, tədris planları, bunlar ümumi təhsil proqramına aiddir. Yəni, sizin o istifadə etdiyiniz ümumi təhsil proqramına nə daxildir? Fənn üzrə kurikulumlar aiddir, dərsdən kənar məşğələləriniz aiddir, məktəbdən kənar təhsil proqramları aiddir, bir də tədris planları. Bunlar ümumi təhsil proqramına aiddir. Bəs fənn kurikulumuna nələr daxildir? Müəllimlər, fənn kurikulumuna baxaq görək nələr daxildir. Fənn kurikulumuna fənnin məqsəd və vəzifələri, fənnin tədrisinə verilən tələblər, misal üçün, hər bir fənnin özünün məqsədi və vəzifəsi var. Sonra həmin fənnin tədrisinə verilən tələblər, yəni lazım olan tələblər, ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələri, misal üçün, həmin fənin hər səviyyə üzrə, misal üçün, deyək ki, ibtidai təhsil səviyyə, deyək ki, riyaziyyat 1-ci, 4-cü sinif səviyyəsi üzrə və yaxud da ki, 5-9-cu ümumi orta təhsil səviyyəsi üzrə, bax belə, təlim nəticələrinin strategiyaları, fən daxili fənlər arası inteqrasiyalar, qiymətləndirmə vasitələri, meyarlar, sonra təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələr, yəni metodik vəsaitlər həmin fənnin kurikulumuna daxildir. Ümumi təhsil müəssisələrində təhsil alanlara tədris edilən ümumi təhsil fənləri dövlət təhsil proqramları əsasında keçirilir. Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial bacarıqlarının inkişafını, ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları həyata keçirilir. Müvafiq maddi-texniki bazası, ixtisaslı kadr potensialı olduğu halda Azərbaycan Respublikasının ümumi təhsil sistemində beynəlxalq təhsil proqramları həyata keçirilə bilər. Bu sadaladıqlarımız hamısı fənn kurikulumuna aiddir. Buna xüsusi diqqət edirik. Bəs testdə sizə sual oluna bilər. Ümumi təhsil prosesinin iştirakçıları kimlərdir? Bu zaman götürəcək təsisçilər, təhsil alanlar, yəni uşaqlar, şagirdlər, təhsil verənlər, misal üçün müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışa qədərli hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, bunlar
ümumi təhsilin iştirakçılarıdır. Sonra tibbi xidmət işçiləri, valideynlər təhsil prosesinin iştirakçılarıdır. Sonra təhsili idarə edən orqanlar, bələdiyyələr, bunlar təhsil prosesinin iştirakçıları hesab olunur. Çünki təhsillə bağlıdır bunlar. Təhsil sahəsində əməkdaşlıq edən fiziki, hüquqi şəxslər, bunlar ümumi təhsilin iştirakçıları hesab olunur. Və müəllimlər, bax, misal üçün, təhsil alanların hüquqları, vəzifələri var. Əvvəlcə mən sizə onu deyim ki, biz bir də bu mövzuda öyrənəcəyik hüquq və vəzifələri. Hüquq nədir, vəzifə nədir? Deməli, təhsil alanın hüquq vəzifələrini tanımalıyıq. Təhsil verənin hüquq vəzifələrini tanımalıyıq. Bir də valideynlərin hüquq və vəzifələrini tanımalıyıq. Valideyn adına məlumdur, valideyndir. Təhsil alan şagirddir. Şagird təhsil alandır. Onların hüquq vəzifələri. Bir də təhsil verən kimdir? Müəllim. Müəllimin hüquq vəzifələri. İndi baxaq biz təhsil alanların hüquq vəzifələri. Misal üçün, təhsil alanların hüquq və hüquqlarını, birinci hüquqlarına baxırıq. Təhlükəsiz, sağlam psixoloji cəhətdən, sağlam mühitdə təhsil almaq. Bəli, hər bir şagirdin hüququdur ki, onlar sağlam mühitdə təhsil alsın. Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Bəli, keyfiyyətli təhsil almaq şagird alanın hüququdur. Xarici dil, tədris dili, misal üçün, oxuduğu tədris dilini seçmək, təbii ki, onların hüquqlarıdır. Hər bir şagirdin hüququdur ki, hansı dildə oxumaq istərsə, onu seçə bilsin. Bilik bacarıqlarını artırmaq üçün məktəbdən kənar imkanlardan istifadə etmək, bəli, hər bir şagirdin hüququdur. Dövlət, bələdiyyə, ümumi təhsil müəssisələrində pulsuz təhsil almaq hər bir şagirdin hüququdur. Kitabxana, laboratoriya, idman zallarından istifadə etmək hər bir şagirdin hüququdur. Və qanunvericilikdə nəzərdə tutulmuş hallarda, əgər ehtiyac duyularsa, pulsuz psixoloji yardım almaq, bu da şagird alanın hüququdur. Şagirdin, yəni təhsil alanın hüququdur, üzr istəyirəm. Təhsil prosesinin təşkili, idarə olunmasında fəal iştirak etmək, azad fikir bildirmək, müzakirələrdə iştirak etmək, bu təhsil alanının hüququdur. Şərəf və ləyaqəti alçaldan, insan hüquqlarına zidd hallardan müdafiə olunmaq, bu da təhsil alanının hüququdur. İndi isə baxırıq, təhsil alanların vəzifələri, yəni şagirdlərin vəzifəsi nədən ibarətdir? Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq vərdişləri yiyələnmək onların vəzifəsidir. Üzürsüz səbəbdən dərsdən yayınmamaq vəzifəsidir. Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək hər bir təhsil alanın vəzifəsidir. Təhsil müəssisəsinin nizamnaməsinə və daxili intizam qaydalarına əməl etmək hər bir təhsil alanın vəzifəsidir. Davranış, etik və vəzifələri nəzərə gətirsək, təhsil alanların vəzifələrində, misal üçün, müəllimlərlə, işçilərlə, təhsil alanlarla hörmətlə yanaşmalıdır. Dövlətə, cəmiyyətə, ailəyə, özünə qarşı məsuliyyətli olmalıdır, hər birinin vəzifəsidir. Sağlam həyat tərzi keçirmək vəzifədir. Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək, bu da təhsil alanının vəzifəsidir. Deməli, biz təhsil alanının hüquq vəzifələrini tanıdıq. Hüquq odur ki, o imkanlara haqqı var, yəni onu almalıdır. Vəzifə odur ki, onu yerinə yetirməlidir, vəzifəsidir. İndi isə baxaq, təhsil verənlərin, yəni kimin, təhsil verən kimdir? Müəllim, müəllimin vəzifələrinə. Deməli, müəllimin vəzifəsi nədən ibarətdir? Ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməlidir, onun vəzifəsidir. Təhsil haqqında qanun ilə müəyyən edilmiş qaydada sertifikasiyadan keçmək, bəli, müəllimin vəzifəsi sertifikasiyadan keçməkdir. Təhsil proqramlarının, kurikulumlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək hər bir müəllimin vəzifəsidir. İxtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək, tətbiq etmək təbii ki, müəllimin vəzifəsidir. Təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, əmək funksiyalarını yerinə yetirmək, təhsil alanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, konstitusiyasına, qanunlarına, dövlət rəmzlərinə, xalqın tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərə hörmət hissi ilə aşılamaq təbii ki, hər bir müəllimin vəzifəsidir. Təhsil alanlarda, yəni şagirdlərdə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik ruhunda
müstəqil həyata hazırlamaq hər bir müəllimin vəzifəsidir. Etik davranış qaydalarına, pedaqoji etika, əxlaq normalarına riayət etmək, müəllimin nüfuzunu həmişə yüksək tutmaq müəllimin vəzifəsidir. Təhsil alanların fiziki, psixi zorakılığının bütün formalarından qorunmaq, təhlükəsizlik, sağlamlığın mühafizəsində iştirak etmək hər bir müəllimin vəzifəsidir. Əlavə məşğələlərdir, sinifdən xaric, məktəbdən kənar tədbirlər keçirtmək müəllimin vəzifəsidir. Valideynlərlə əməkdaşlıq etmək müəllimin vəzifəsidir. Valideynləri, şagirdlərin nailiyyətləri barədə məlumatlandırmaq müəllimin vəzifəsidir. Və məktəb rəhbərliyi, məktəb psixoloqu, həmkarlarla əməkdaşlıq etmək və məsləhətləşmələr aparmaq müəllimin vəzifəsidir. Bəs müəllimin, yəni təhsil verənin hüquqları hansılardır? Normal təhsil şəraiti ilə təmin olunmalıdır, yəni hüququdur. Sonra təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində idarə olunmasına iştirak etmək hüququ var, təklifləri irəli sürmək hüququ var, şərəf ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək hüququ var, tədrisin formasını, necə keçəcək metodu sərbəst seçməlidir, hətta bu hüquqa malikdir ki, o sərbəst seçsin və metodik vəsaitlərlə təmin olunma hüququ var. Yeni ixtisas almaq, staj keçmək, elmi dərəcəsini yüksəltmək hüququ var, mükafatlandırılmaq, təltif olunmaq hüququ var və vəzifə tutmaq, seçkili vəzifələrdə iştirak etmək müəllimin hüququdur. Bəs valideynlərin hansı hüquq və vəzifələri var? Deməli, övladının təlim-tərbiyə aldığı təhsil müəssisəsini seçmək. Bəli, hər bir valideyn hansı məktəbdə şagirdi öz övladını oxudacaqsa, onun hüququ var, seçə bilər. Təhsil prosesinin təşkili, keyfiyyəti, övladının nailiyyətləri, davranışı haqqında mütəmadi olaraq məlumat almaq hər bir valideynin hüququdur. Təhsil alanların hüquqlarını müdafiə etmək valideynin hüququdur. Təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək, bəli, hüququdur. Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər vermək valideynin hüququdur. Qanunla nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək yenə valideynin hüququdur. Bəs valideynin vəzifələri hansılardır? Təbii ki, vəzifələr övladlarının erkən yaşlarından fiziki, psixoloji, intellektual inkişafı üçün şərait yaratmaq, onları icbari ümumi orta təhsil almasını təmin etmək, övladlarında məsuliyyət, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, milli mənəvi dəyərlərə hörmət hissləri formalaşdırmaq hər bir valideynin vəzifəsidir. Məktəb kollektivi ilə əməkdaşlıq etmək, təhsil müəssisəsinin daxili intizam qaydalarının riayət olunmasına riayət etmək, kömək etmək vəzifədir. Təhsil alanların sağlamlığının, təhlükəsizliyinin qorunmasında iştirak etmək təbii ki, valideynin vəzifəsidir. Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək yenə valideynin vəzifəsidir. Müəllimlər, bugünkü mövzumuz bu qədər.